Mən bu gün Məhəmməd kəndinə gedirik. Bizə bir sənət lazımdır. Məhəmməddə kənd ab-havası olan yer lazımdır. Boş qarşıda var, qarşıda Məhəmmədin kəndinin. Keçmiş kənd evləri tipində belə bir yer. Harca buralardır da Məhəmmədin kəndinin. Özəyi. Mərkəzi deyək. Araşdırmalar bunu göstərir ki, kəndin adının yaranması Məmməd adlı bu... Bir də. Ayda. Bir dayanacağı, həmçinin Zabrat 2 və Pirşağı xətlərində çaşdım. İzləyicilər deyirsə, o dəfə bizdən az çəkmişiz. Onda çox çəkmişiz. Nə qədər az yiyorsanız, biraz da Bitki gedə bilərik. Abşeron rayonunda təbii gözəllikləri ilə seçilən kənddəyik, Yanardağdayıq. Min illərdir yanmaqda olan təbii qaz bölgəyə həm turistlik, həm də mənəvi əhəmiyyət qazandırır. Məmmədi kəndinin bəzən xalq arasında Məhəmmədi kəndi kimi də adlanmasına şahidlik etmişik. Lakin araşdırmalar bunu göstərir ki, kəndin adının yaranması Məmməd adlı bir şəxsin bu ərazilərə köçüb yaşamasıyla bağlıdır. Kəndin əhalisi əsasən əkinçilik, maldarlıq, sonraki dövrlərdə isə neft çıxarma sahəsində müxtəlif sahələrdə çalışmışdı. Mecnun gəzər leylini, bilməz onun feylini, oğlanın qaydasıdır. 2019-cu ildən isə bu kəndə dayanacaq tikilir. Bununla da Məmmədliyə gedib gələnlər artıq digər nəqliyyat növləri ilə yanaşı dəmir yolundan da istifadə edə bilirlər. Arzum diləyim səni, gəzir ürəyim səni, sevgilim qorxuram ki, tapa bilməyim səni. Sabunçu Pirşağı xəttində aparılan təmir işləri zamanı Zabrat 1 dayanacağı, həmçinin Zabrat 2 və Pirşağı stansiyalarında təmir işləri aparılır və yenidən qurulur. Həmin vaxtda elə Məmmədlik kəndinə də yeni bir qatar dayanacağı inşa edilir. Bu ilin ilk 9 ayında Məmmədli dayanacağı 620 min sərnişin daşıyıb. Çəkiş apardığımız digər dayanacaqlarda olduğu kimi burada da avtomobillər və velosipedlər üçün parkinq ərazisi yaradılıb. Elə burada yaşayan sakinlər də avtomobillərini və velosipedlərini ərazidə park edərək şəhər istiqamətinə qatarla gedə bilirlər. Məmmədli dayanacağından səs çatdıracaqlarımız bu qədər. İndi isə yollarıq Zabrat 2 dayanacağına.